Özünü stimullaşdıran davranışlar, autizmdə stereotip davranışlar deyirik biz buna. Özünü stimullaşdırmaq nə deməkdir? Uşaq hər hansısa bir duyusal stimulları özünə verərək, yəni daxili gücləndirici kimi özünə mükafatlandıraraq özünü bu şəkildə sakitləşdirir. Bu davranışlar hansılardır? Məsələn, hoppanma, fırlanma, qol çırpma davranışları ola bilər və yaxud da ki, bir əşyanı ağzına aparmaq, tez-tez bu davranışları təkrar etmək kimi bilinir. Uşağın məqsədi nədir? Daxili stimul əldə etməkdir və yaxud da ki, buna daxili gücləndirici deyə bilərik. Lakin hər uşaqda bunu stereotip davranışlar kimi qiymətləndiririkmi? Əlbəttə ki, xeyr. Məsələn, 6 yaşında bir autizmli uşaq düşünək, həyecanlandığı zaman yerində hoppanır və yaxud da ki, fırlanır. Bəli, bunu analiz etdikdə özünü stimullaşdırma kimi izah edə bilərik. Lakin digər bir autizmli uşağı götürək, bağçada öz dostları ilə oyun oynayarkən uşaqlar hoppanır və autizmli uşağımız da o uşaqlara baxaraq eyni hərəkəti təkrarlayır, yəni təqlid edir onları. Əlbəttə ki, bu zaman uşağın hoppanmağını özünü stimullaşdırmaq kimi, stereotip davranış kimi qələmə verməməliyik. Qısacası, davranışın harda, hansı mühitdə baş verdiyinə diqqət etmək və analiz etmək lazımdır.